Soyuq havalar düşdü, deməli əsl borşum vaxtıdır. Burada zinci qaynatmışam 5-6 saat tam hər bişənə qədər bişirdim. Əti sümüyündən ayırıb, bulyonu süzdüm yağsı, borş üçün yağsı isə başqa şorba üçün saxladım buzxanada. Bir baş soğanı xırda-xırda doğrayıb, duz istiyor zövqə görədir. Kələmi narın doğradım, xırda-xırda. Sarıköç tökdüm burada. Mən tomat sevmirəm, sarıköçdən həmişə istifadə edirəm və videoda gördüyünüz kimi hamısını ardıcıllıqla qovura-qovura bişirəm. Anamın əllərinə sağlıq. Anamdan öyrənmişəm. Çox dadlı, çox möhtəşəm bişirərdi. Həm də yeməyin rəngi, həm dadı üstündə olardı. Ən axırda çovundurla göyərtisini töküb qazanın altını söndürərdi. Mən də o reseptdən gedirəm. Onu da qeyd etdim ki, mən çovunduru buzxanadan götürdüm. Bir çovunduru 3-4 dəfə istifadə etdim. Rəng üçün istifadə etdim. Çovunduru dadı gəlsə onu deyib ki, yeməyi yeməyəcəm. Heç sevmirəm. Bu qədər asan həm də çox dadlı. Hər kəsə nuş olsun.